tanışmısınız? İşlə tanış olurdum. Özünüzü çox üzməyin. Heç kəs sizə sağ ol deməyəcək. Qiymət verən olmayacaq. Bilmirsiniz. Bunlar Muxtarovu niyə buraxırlar? Mən də başa düşmürəm. Ümumiyyətlə nə sirdirsə, bu çekslər onların nazı ilə çox oynayırlar. Mən o sütür pəzəvənglərin 2 dəqiqə dillərini açardım. Sizin necə? Onları dindirməyə fikriniz var? Yox. Hələ ki qıraqdan göz qoyub öyrənmək istəyir. Onda qoyun mən onları yaxşıca bir sıxım. Yaxşıca. İtiraz eləmişsiniz? Buyurun. Ağıllı çıxıb mənim üçün. Ömrümün qalanını türmədə keçirmək istəyirsə? Ay Türkiye, geçmez. Geçmez! Sana şəxsən özüm güllələnmə tələb edəcəyəm. Ona görə də yaxşısı budur ki, hər şeyi sosunla boynuma al. Bildin? Sana deyirəm. Bildin? Bir dəqiqə deyəm. Nə? Zajiqalka. Mən çəkən deyiləm. Boynumu alacaqsan ya yox? Neynəmişəm ki, boynuma da alım? Neynəmsən? Sən yaxşı bilirsən neynəmsən. Gözümün içine kimi yalan deyirsən? Nə olar? Ziyan yox. Ay yazıq, heç olmasa valideynlərimi düşün. İstəyirsən hərləyib, fırlayıb, onları da salım içəri. Onda nə hava çalacaqsan? Neynəmişəm? Canıma belə dərd eləmişsən. Danış. Danış görüm nə qələt eləmişsin. Yaxşı danışaram. Hə. Danışaram amma siz dünya görmüş adamsınız. Hə. Mən həm azmışam, həm də yuxum gəlir. Bir məsləhət görərdiniz. Yiyib yatım, yoxsa yatıb durandan sonra yiyərəm. Ağındır ya. Gör bir kimi ye, yol polisini adam öldürməyə də ittiham eləyirlər. Axı mən o rəhmətliyin yeri behişt olsun. Üzünü bir dəfə də görməmişəm. Buna nə deyirsiniz? Ola bilsin, mən kimisə haqsız cərimə eləmişəm, amma bu boyda cinayət... Aya bəsdir. Bəsdir çərənlədin, yarım saatdir danışırsan. Nə qədər baş aparmaq olar? Məni ölsələdən çıxarma, geç mətləbə. Mətləbə geç. Səni gözləyirəm. Hansı mətləbə? Əclaflar, nacinslər, tüy it uşağı it. Boş yerə getdik. Hava yorduk özümüzü. Yox, niyə ki? Zənnimcə mən istədiyimi aldım. Siz nə istəyirdiniz ki? Ələfsər Əliyev gərək ki, sizdə işləyir. Bəli. Məndə işləyir, nədir ki? Bu işi ona tapşırmaq istəyirəm. Baxı onun nəyi sizi cəlb edir? Çoxdan tanıyıram onu. Çox inadcıl, tərs adamdır. Elədir ki var, çox inadcıl, tərs adamdır. Özü də həddindən artıq. Bilirsiniz, yenə başlamışsınız çəkməyə. Onu kim dedi?
Ben bu işi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq şöbəsindən çıxarıb götürmüşəm. Niye? Orada bu işi dolaştırıblar. Süründürüblər. Onun ağıyıb gerek ki, yaxşı müstəntiqdir axı. Yəqin əlində işi çox olub. Diqqətinizi cəlb edəcək. Elə bir şey yoxdur. Hə, nə deyirsən Əlifsər? Bir şey hiss eləmirsən ya yox? Nəsə var. Mən belə hiss eləyirəm. Bilirsən, onlar bu işdən, o Rusların bir sözü var, Visyak, bax ondan düzəldiblər. Çox dəqiq tutmuşsan. Onlar sadəcə, yəni elementar istintaq işi aparmayıblar. Ziddiyyətlər, uyğunsuzluqlar dəqiqləşdirilməyib. Ən adi üzləşdirmə prosesi getməyib. Hətta əldə olan dəlil sübutları da Möhkəmlətməyiblər, dəqiqləşdirməyiblər. Ən əsası da nəyə görəsə? Muxtarovu buraxıblar. Deyəsən yenə çəkməyə başlamışsan. Onu kim dedi? Muxtarov məsələsində mənim dalağım o saat saçdı. Onun azad edilməyini yalnız Mahir Cavadov təşkil edə bilərdi. Özü də ən adi, ənənəvi yolla. Amma niyə məhz Muxtarov? Elə elçinin özü də ona çox yaxın adamdır. Hər halda ailəsinin sürücüsüdür. Mən hiss elədim. Bu ikisi çox möhkəm adamdır. Amma o buraxılan var ha. Muxtarov deyirəm. Görünür həddən ziyadə zəif, xaraktersiz adamdır. Ya da ki vicdanlıdır. Çox güman. Bilirsən İsa məni nə düşündürür? Bu aponçuların əksəriyyətinin keçmişi çox yaxşı olub. Hətta Qarabağ müharibəsində qəhrəman olanı da var. Çox böyük şücaət göstəriblər. Amma nədənsə sonradan onların həyatında müəmmalı dəyişikliklər baş verdi. Bilmirəm nəyə görə. Sən necə fikirləşirsən? Çox müəmmalıdır.
Amma bu tarixən məlumdur. Amerikada bunu Vietnam sindromu adlandırırlar. Geçmiş ittifaqda Əfqan sindromu. Bizdə də Qarabağ sindromu yarandı. Amma məsələ burasındadır ki, mənim zənnimcə, vətənpərvərliklə məşirlilik bir-biri ilə uyuşmayan anlayışlardır. Çünki sən kimlisə, nəyisə sevirsənsə, qiymət gözləmirsən. Elə belə, sadəcə sevirsən məsələ. Valideynlərini, qardaşlarını, dostlarını, torpağını, vətənini necə sevirsən, o cür. Əgər əsl məhəbbət bəsləyirsənsə, əvəzində də əsl məhəbbət alırsan. Yox, məhəbbət əvəzinə qiymət, ya başqa şey gözləyirsənsə, deməli əsl məhəbbət deyil. Bu elə belə nəsə, alverə bənzər bir şeydir. Deməli sən öz amalını alış-verişə çevirirsən. Bu mümkün olan şey değil. Orası elədir. Amma isə insan həyatda nə inirsə gec-tez onun nəticəsini görür. Yəni bu ona bənzəyir ki, əgər sən torpağa hər hansı bir toxumu əkirsənsə, onun bəhrəsini dadmalısan. Düzdür. Amma çoxunun səhvi ondadır ki, onlar dərhal bu dəqiqə istəyirlər. Yox, əgər sən möhtəşəm, böyük bir iş görsən, əmin ol ki, məhsulu özün dərməsən də, evlatların dərəcək. Tamamilə doğru deyirsən. Nəysə. Deyəsən mətləbdən çox uzaqlaşdıq. Deməli, 3 istiqamətdə işləyəcəksən. Əldə olan dəlilləri, sübutları möhkəmləndirərsən, bu 1. Cəhd edib, təzələrini taparsan, bu 2. Muxtarovu axtarırsan, bu da 3. Belə bir Niva var idi. Şef Mahir Cavadov onu Fazilə bağışlamışdı. Muxtarov Fazilə. Tutulmağına 1-2 gün qalmış. Yox, çəkmirəm. Forma saxlayıram. Çıxmağıma az qalıb. Mahir Cavadov mənlə Elşən Rəhimovu yanına çağırıb göstəriş verdi ki, həmin Nivanı sökək. Zapçaslara. Həmin Nivanı? Niyə? Biz əmri müzakirə eləmirik. Mən Elşən Rəhimovla həmin maşını gedib Mahirin qarajından götürdük. Bir tanışımızın həyət evinə gətirib avtogenlə onu zapçaslara doğradıq. Sonra satdıq. Motorunuz adı satdıq, amma kuzovunu tulladıq. Hara tulladınız, yadındadır? Elə ora, Hara? evin yanındakı gölə. Lənətə qalsın o günlər də o Nivada.
Да я каждый вечер здесь бываю. Уже 8 лет. С тех пор, как на пенсию вышел. Как же я мог угадать именно этот вечер? Могли бы, Петр Ефимович. Очень даже могли. Это почему? Позвольте узнать. А потому что на следующий день был убит очень важный человек. Начальник этого самого управления, мимо которого вы гуляете каждый вечер. Вы обязаны были знать о том. Не показалось ли вам что-то необычное в тот вечер? Перед кем обязан? Да не перед кем. Это чистая психология. Ну, стояла. Стояла Нива. Вон там стояла. Никогда до этого не стояла, а в тот самый вечер стояла. Ну, что вам с этого? Что вам это дает? Какая Нива? Темно-зеленая, новая, без номеров. И вот еще, что под лобовым стеклом у нее висел, ну, этот, персонаж из мультфильма. Ну, черт, склероз, ну, его все дети очень любят. Винни-Пух? Нет. Ну как же. Микки Маус? Нет, этого я вообще не знаю. Крокодил Гена? Ну какой еще крокодил? Да нет, ну у него уши вот такие. Чебурашка. Başlayabilirsiniz. Tapşır bunu temizlesinler. Oldu. Stop. Deyəsən mən neysə gözümdən qaçırtmışam. Nəyə Ələsər mənim? Bırak Rəli. Bırak geçsin. Çakla. Yok, bu değil. Bırak geçsin. Biraz hasta. Yavaş yavaş. Dayan. Arkaya bir. Stop. Bu toy 3 gündür yoxuma girir. Ne? Deyirəm 3 gündür bu toy yoxuma girir. Dünən orada gözüme bir detal değmişti. Neyse gözümden yayınıp. Görmüştüm, dəqiq yadımdadır. Hərlə yenə. Saxla. Aha, saxla. Bax, bu yer axtarırdım. Bu hissəni. Görəsən orada nə deyir, ha? Bırak geçsin, bırak. Elə yox, asta.
Geriye fırlat. Bayaqki yerə qaytar. Bir də həmin yeri ver. Hasta. O ona ne dedi? Tuta bilmədim. Dodağına. Dodağına fikir ver. Bir de yer getir. Adam öldürmek hiç nerede? Bildim. Adam öldürmek hiç nerede? Ve senin doğumuz hardadır? Mən bildiyimə görə o Türkiyənin bir ucqar şəhərindədir, ya kəndindədir. Yanvarda, daha doğrusu dekabrda şəklini göndərmişdi. Heç itirib axtarmır məni. Taya mən Baxmaq olar. hara qoymuşam? İncimişəm ondan. Buyur bax. Rabitə nazirindən almışam. Muxtarovun atası ardıcıl olarak Nayab şehrindeki bu nömrəyə zəng vurur. Daxili İşlər Nazirinin hədiyyəsidir. Yox. Ramil Usubov Eldar Əliyevi təklif edir. Uzun müddət Rusiyada işləyir. Ondan kimi göndərək? Əkbər Yusifovu. Həm etibarlı oğlandı, həm də Rus dilini əla bilir. Yaxşı. Nəsə oldu? Bu da bunların yayı. Gerek fəltürüncükdən götüreyim. Cəmaatı güldürmək istəyirsən. Niye? Görmürsən, bunların çoxu köynəkdə gəlir. Əşq bunlara ne var? 10 yıl Rusya'da yaşamışam. Hələ də bu soyuğa öyrəşə bilməmişəm. Извините, коллеги, старушка подвела.
Евгений. Очень приятно. Женя. Эльдар Алиев. Эли. Акпет. Уменьшительно-ласкательного не имею. Такого не знаю, братцы. Что натворил? Подозревается в групповом убийстве. Размножить? Нет, наоборот. Мы должны молчать. Можем спугнуть. Понятно. Ну тогда в гостиницу и по 66 граммов. В честь знакомства. Как скажешь. Мне что-то написать? Заполните Вы анкеты. допишите, я подойду. Зоя Федоровна, Да? можно вас? Эти люди со мной по нашей lинии приехали. Хорошо. Хорошо. Угу. Görsən necə təmizlikdir? Bura sənin üçün yevlaq zat deyil, ha? Ребята, там кровать заправлена. А это ваша, заправить? Не надо, мы сами. Пожалуйста. Hörmət eləyim ona. Отдыхайте. Нет, Возьмите. не надо. Не надо. Almadı. Ne? Deyirəm almadı. Ha, bizimkiler diyor ki 5 katını alsın. Kulak as. Grubun rehberi kimdi? Sən. Ben. Onda divanın mübarek. Çox sağ ol. Payın artıq olsun. Can sağlığıyla işlədəsən. Səndə orada balkon var? Ne? Soruşuram, balkon var? Yok. Hop! Kulak as. Ha, Gel Rusça danışaq. Axı biz Moskvadan gelmişik. oldu. Oldu yok. Yes de. Есть. Эльдар, Да. видишь? Что? В окно посмотри. Вот мой тип женщины. Которая? Которая в кожаной курточке. Да, ничего. Allah yesinə qismət eləsin. Ne deyirəm ki? Mən gedirəm ki, Говорим по-русски. Понял, есть. Соленый глаз. Что? Yani şorgöz. Здравствуйте. Извините, Здравствуйте. я своего друга ищу. Вот его фотография. Вы его не знаете? Нет. Вы посмотрите хорошенько. Может быть, вы Нет, где-нибудь его кажется, встречали? Я его не видела. Нет? Нет. Извините, пожалуйста. Здравствуйте. Можно у вас кое-что А? спросить? Да. Взгляните на фотографию. А кто это такой? Это мой друг, мы его ищем. Ась? Я говорю, мы с ним давно не Нет, виделись. не могу сказать. Нет. Может, случайно где-то. Нет. А вы внимательно посмотрите.
Нет. 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 Не знаю. Спасибо, не за что. Здравствуйте. Извините, я своего друга ищу. Может, вы его видели где-нибудь? Ну, извините. А вы? Не знаете? Сущий не приучен. Да это мой друг, ты что, не понял? Ты меня на понял не бери. Я запомнил срок, как сидел. Понял? И ни хрена я не понял. Я мусоров за лесну чую. Нолдер, Эч, что будем делать? откуда я знаю? Ну давай еще раз обойдем рынок. Onda sen bu yana gez, ben orada. Ладно, ты туда, а я сюда. Elə burada görüşərik. Не знаю. Пожалуйста, посмотрите повнимательнее. Нет, не видела. Не видели? Нет. Нет? Спасибо. Не за что. Слушай, ну скажи мне, ну как вообще, брюки, юбки продаются? Нормально. Нормально? Не жалуемся. Хорошо. Нам куртки пришлите со склада. Какие? XL или 2XL? Хорошо. А пальто? Не надо? Пальто рановато, не сезон же еще. Ну, в общем, да. Как Фазиль поживает? Спасибо. На работу его устраиваю. В банк. Хозяином денег? Да нет, в службу безопасности. Дай бог. Красивый. Я б такого не пропустила. В адресное бюро обращались? Не прописан. Азики не любят прописываться. Спасибо. Простите, вы его не знаете? Нет? Нет. Девушка, а вы нам не скажете, кто такие азики? Азики это азербайджанцы. Разве? Угу. Азики? Это мы. Да? Ну, пошли, Азик. А вы ничего. Спасибо. Извините. Это мой друг. Мы его ищем. Не знаете? Никогда не видели? Ну ладно. Ашбаш. Посмотри. Это не она? Твой тип женщина. Ладно, спасибо. Пока. Да, и вот этот манекен страшный уберите. Только людей отпугивает. Извините, вы его не знаете? Нет. Привет. Привет. Ну что, домой? А ты бы чего хотел? Ты же знаешь, когда я с тобой, я хочу только одного. Дурак. Какой дурак. Лен, может, я тебя к маме отвезу? Это зачем? Ну, посидите, поговорите. А я тебя в машине подожду.
пойми, она твоя мать. Я не хочу, чтобы из-за меня в ваших отношениях возникали сложности. Но это не из-за тебя. Но точнее, это не только из-за тебя. Это все гораздо глубже. Понимаешь, но как бы тебе это объяснить? Она живет в каком-то странном... Она живет в каком-то своем придуманном мире, и с этим ничего невозможно поделать. Странно вообще, вроде телевизор смотрит, с соседями общается, но все бесполезно. Знаешь, лет 10 назад она на улице нашла 3 рубля. Она их взяла и пошла сдавать в милицию. Потом месяца 2 об этом весь город говорил. Ну и... Знаешь, вообще она меня и раньше часто не понимала. Так что, в общем, все это гораздо... Ну, в общем, гораздо. И все равно, мама есть мама. Слушай, я никак не привыкну к этим твоим очкам. Я сам не могу привыкнуть. Врач сказал, рыбу надо есть. Там фосфора много. Ну так поедем есть рыбу. Лучше мясо. Рыба у вас невкусная. Ну что? Как что? Уехала она. А ты не мог ее догнать? А? Ее догонишь. Не понял. Села в 7 с каким-то очкариком. Вы его не видели? Нет, не видел. Понаехали тут черным. Прошу прощения. Evvel mən bazardaydım, noyabrskla noyana. Sonra bura açdılar, gəldim bu yeri götürdüm. Sən Bakıda harada işləyirsən? Mən? Bədən tərbiyəsinin üstündə. Mən kondisioner zavodunda işləmişəm. O da at kimi işləyir, görürsən? Bakının kondisioneridir. Здравствуйте. Взвесьте мне, пожалуйста, вот эту дыню. А где ты здесь видишь дыню? А что это? Это разве дыня? Это мед. Это бальзам. Господи Боже. Это лекарство. Давай сюда. Муж есть? Есть. Тогда арбуз тоже возьми. OTK-da işləyirdim. Texniki nəzarət şöbəsində. Hörmətli adam idim. А арбуз можно попробовать? Где ты здесь видишь арбуз? Это разве арбуз? Это мед. Это мармелад. Я очень извиняюсь. Вот это мой друг. Я его ищу. Да. Вы его не видели? Нет? Нет, не видела. Ну, может быть... Нет. Нет. Случайно? Даже никого не напоминает. Извините. Ничего, до свидания. Heç nə. Alınmır. Götürün? Götür. Извините, еще что-нибудь будете заказывать? Нет, спасибо. Спасибо. А это ваш друг? Да. А вы его знаете? Не, но кольцо мне очень понравилось. Я бы с удовольствием купил бы его. Давно такое ищу. Приятного аппетита. Спасибо. Чего? Ну, перстень, я говорю, кольцо, которое на фотографии. Она, кстати, далеко у тебя?
Да нет, здесь, рядом. Сейчас. На вот, посмотри. Может, он жил у вас в гостинице когда-то? Или просто вы его по городу встречали? Ведь город у вас маленький. Нет, в гостинице он у нас не жил. Это точно. По городу? Нет, не видела, не знаю. У меня идея. Гениально или просто? И то, и другое. Просто гениально. С утра размножу этот фрагмент, отдам своим архаровцам. Пусть поспрашивают. Ну, а вы съездите на пляж, окунитесь. Без проблем. Ekber, səni bilmirəm, mənə soyuqdur. İsti çayını içərdin. İçersen de öz. Neçə saatdır burada fırlanırıq, ha? Уже 2 saat 17 dakika 12 saniyedir. Mənə dolamısan deyəsən. Məncə biz azmışıq. Azmışıq? Adam zat da gözə dəymir. Bəs ne derdin ki gel meşəyle gedək? Adam kimi gedirdik də yolla. Dedim tez çataq da. Biz bu yandan geldik. Yoksa oradan. O deyə oradan. Belə kruq vurdıq. Kötüylere bak. Ne qəşəngdir. Bizimkiler olsaydı çoxdan satmışlar qəssablara. Qatarın səsini eşidirsən? Значит şəhər oradadır. Oradan gedək buradan. Buradan. Bir qonaqlıq məndə. Bugün? Yox, yox. Bakıda. Bakıda niye? Burada pulum yoxdur. Bizimki Bakıda olacak. В общем-то, дела неважные, братцы. Что, не опознали? Опознать-то опознали, да легче от этого не стало. Невеста у него тут, Мухтарова вашего. Жена, можно сказать. Они уже документы на регистрацию отдали. А у Лены брат, Ренат. Тоже, между прочим, мент. Как и мы с вами. Мужик. Таких только поискать. За друга в огонь и в воду пойдем. Так что делайте выводы. Уже сделали. Но ведь он преступник, Женя. А кто спорит? Ребята что сказали? Пусть сколько хотят ищут, препятствовать не будем, но... Ну и помогать тоже. Ага, в яблочко. Ладно. Мне еще дежурить сегодня. Как искупались-то? Отлично. Из воды неохота было вылезать. Угу. Ясненько. В общем так. Квартиру они купили где-то в новостройках. Точно не знаю где. Честное ментовское. А это вот адрес Лениной матери. Все, что могу. Извиняйте, братцы. Спасибо.